Salam uşaqlar. Deməyə baxırıq biz bugün 15 martda olan imtahanı düzdür biraz PDF yaxşı çəkilməyib, amma şifahi cavabları deyəcəm ki, özünüz yoxlaya bilərsiniz. 7-ci sual Complex Object dərsinə aiddir. Font 3-cü qrup feil olduğuna görə özündən sonra to feil qəbul edir A variantı. 8 complete sentence-də burada nə etməliyik? Düzgün sıralamalı düzməliyik. Mübtədən qabağına köməkçi feil keçə bilməz. Burada there-də are qarşısına keçə bilməz. What time Z-in qarşısına have keçə bilməz. Düzgün cavabımız A variantı qalır. What they are doing here at the moment. People insanlardadır. Yaxşı keyfiyyətləri var o insanların. Hansı insanların? Kind, mehriban. Gentle isə mədəni. Greedy, axmaq, rude, kobud deməkdir deyə 3-4-ü seçmirik. 1-2 D variantı qalır. 10-cu sualda yesterday deyirsə cümlə keçmiş zamanda olmalıdır. Y variantını götürürük. 11-ci sualda deyir ki, satıcının var idi çoxlu antik xalçaları və bir ay sonra were xəbərimiz baxırıq ki, cəmdədir. Mən də bilirəm ki, söhbət burada nədən gedir? Xalçalardan gedir deyə mən itlə verə bilmərəm onu. 2-3, yəni C variantı qalır düzgün cavabımız. Veridən sonra adi dərəcə gəlir deyə D variantı olacaq. 13-cü sualda o çox ağır idi deyə mən qaldıra bilmədim. I couldn't lift the box olacaq. 14-cü sualda, baxaq görək. Very important in books are 2, 1, books are very important. Books are very important in the life of people ya da in the bir dəqiqə baxaq görək. Books are very important in the life of people. İnsanların həyatında vacibdir. Onlar A variantı olar. Sonra 15-ci sualda please with ilə işlənir. Deyir ki, qız məmnun olmuşdu koftasından, hansı ki onun üçün alınmışdı. 3-ün olduğuna görə with bir də for olacaq C variantı. Deyir, nə vaxt ki insanlar dayandırsa bir-birinə müharibə eləmək, onda dünya daha yaxşı bir yerə çevriləcək B variantı. Düzgünlüyü istəyir bizdən. E-dən sonra cəm isim gələ bilməz, to-dan sonra gələn isim cəmlənməlidir deyə 1-4 B variantı doğru cavabdır. 18-ci sualda deyir ki, qatar 2 saat gecikdi. Əlbəttə ki, niyə qatar 2 saat gecikdi? Sifətin üstünlük dərəcəsi Z ilə işlənir. In the world mütləq Z ilə işlənir deyə C variantıdır. The new rules keçəcək cümlənin əvvəlinə. Cümlə indiki bitmiş zamanda olduğuna görə mütləq orada ya has, ya have verməli. New rules cəmdə olduğuna görə have been announced deyə variantı doğru cavabdır. 21-ci sualda opposite meaning istəyir, yəni əks mənalı. Defend qorumaq, attack müdafiə olunmaq, attack hücum eləmək. Liberate azad olmaq, free azad olmayacaq. Fail uğursuzluq, succeed uğur olar. Reject rədd eləmək, refuse rədd eləmək, destroy dağıtmaq, build tikmək. Bəli, 1-3-5 qalır düzgün cavabımız D variantı. 22-ci sualda isə bata sayıla bilmir deyə əlbəttə ki, maçla verəcəyik biz onu.